Salam, Finding Academy YouTube kanalına xoş gəlmisiniz. Bugünkü mövzumuz DevOps Engineeringdir. Qonağım dostum Cavid Əlizadədir və mövzumuz DevOps Engineeringdir. Cavid, düzdür, mən səni hardasa bir 6-7 ildir tanıyıram. Bəli. Minskdə bir yerdə işləmişik. Amma qısaca özün haqqında biraz məlumat versən yaxşı olar. Dinləyicilər bilər ki, kimdən Bəli. söhbət eləyirik. Mən Cavid Əlizadə, əslində IT-yə 2008-ci ildən gəlmişəm. Ən əvvəla çox sağ ol Elvin dəvət elədiyinə görə. Ondan sonra özümü reklama keçim. Sonra deyərsən. Deməli 2008-ci ildən IT-dəyəm. Son 7 ili DevOps-am. Fərqli şirkətlərdə işləmişəm, fərqli layihələrdə işləmişəm DevOps istiqamətində. Bir sıra sertifikatlarım var. Yəni bu sahədə hesab eləyirəm ki, az da olsa bir şeylər öyrənə bilmişəm. Mən də elə fikirləşirəm, biraz çoxdur. Azdır. Bir qısaca məlumat verə bilərsən ümumiyyətlə DevOps injiner nədir? Və yaxud da belə deyək də, biz IT sektorunda bilirik ki, əslində sıfırdan hamı proqramçı olur. Bir proqramçı hər işlə məşğul olmağa çalışır, sonra başlayır bölünməyə. Yəni tarixinə baxsaq, bu ixtisaslar bölünə gəlir. DevOps injiner haqqında belə məlumat verə bilsən yaxşı olar. Ən azından yeni başlamaq istəyən, bu sahəni öyrənmək istəyən nə bilsin ki, o getməlidir bu sahəyə yox. İlk öncə DevOps culture-dır, yəni mədəniyyətdir və necə oldu ki, DevOps yarandı? Bu Patrick DeBow deyə bir adam var idi. Bu adam çox əziyyət çəkirdi. Developer team və operation team arasında daima getməkdən. Məsəl üçün gəlirdi, hər hansı bir problem çıxırdı. Patrick gəlirdi developer teamin yanına. Developer team deyir ki, qardaş, biz kodumuzu yazmışıq, run eləmişik, bu bizlik deyil. Get sysadminlərin yanına. Dururdu, gəlirdi sysadminlərin yanına. Sysadminlər dedi ki, yenə də oturublar orada, iqronilla, bütün gün biz işləyirik. Və bu adam artıq belə də psixoz keçirmək həddində idi ki, bu iki timin arasında heç bir əlaqə yox idi. Operation və bu nə edir? Belə bir məntiq düzəldir. Development və operationsı birləşdirən bir məntiq DevOps. Və bunun haqqında slaydlar atışdırır falan və gedir Agile konfransa. Ki, bəs şeydir, bu Agile konfransda mən bunun haqqında danışaram da ki, hərə öz istiqamətinə baxmasın, biz komandayıq, birləşək. Agile konfransda belə olur ki, bu Andrew-la rastlaşır. Andrew da çıxış eləməyə gəlir. İminlə bu mövzuda. Sadəcə zal bomboş olur. Və Patrick gəlir ki, qardaş, bəs belə bunlar tapışırlar. 2 dənə adam tapışır və ideyalar, ortaq bir ideya, hansı ki, DevOps-u birləşdirmək falan filan. Və 2010-cu ildə ilk dəfə DevOps konferans təşkil olunur. DevOps konferans təşkil olunur və həmin vaxtı deyəsən ya biletlər ucuz olur, ya bilmirəm, avtobuslar pulsuz olur. Çox adam gəlir, həddən artıq çox adam gəlir və bu yayılır. Bu mədəniyyət yayılır. Nədir bu mədəniyyət? Soruşsaq. Yəni DevOps buradan yaranır. Öz 2009-cu ildə Patricklə Andrew-nun hesabına bu mədəniyyət start verir və fikir verir də, yəni ideya. İdeya, yəni yaranır, işıq yanır. İşıq yanansa bəs nədir? DevOps culture dediyimiz, DevOps mədəniyyət dediyimiz nədir? Bu zəncirlərdir, mədəniyyət zəncirləri. Burada nə var? Burada tools var bunun içində, yəni DevOps alətlər. Bunun içində no blame var, yəni no shame var. Kimsə günahkar çıxartmaz. Heç kəs, yəni biz komandayıq. Utandırma, hə. Transparency var, yəni açıqlıq. Bizdən uzaq, hə. Çox. Transparency var, automation var. Yəni bu zəncirlər nə edir? Ümumi mən indi bir bütün zəncirlər haqqında danışmayacağam, yoxsa podkastımız zəncir podkastı olacaq. Ümumi məntiq budur ki, işə öz işin kimi yanaşmaq, açıq olmaq, günahı boynuna almaqdan qorxmamaq, hər hansı problem varsa, qarşı tərəfi hər hansı səhvə görə günahlandırmamaq, avtomatlaşdırmaq və alət şeylər var, toolsetlər var, hansı ki onları istifadə etmək və bu ilə DevOps-un culture-sı yaranır. Bundan sonra artıq bu culture-ın içində bu toolset dediyimiz bir zəncir var. Onun içindəki alətlər vasitəsilə biz avtomat və bu işi görən adamlara DevOps engineer deyilir. In general DevOps budur.
Məsələn, mən developer kimi yanaşıram da işə. İzah verəcək CI/CD nədir? Mhm. Developer kimi mən kənardan baxanda belə görürəm ki, əksər şeylər onsuz da avtomatlaşır. Yəni avtomatlaşan bir yerdə DevOps injiner gündəlik nə edir? Mən şəxsən özümə çox maraqlıdır. Əksər avtomatlaşır deyəni biraz aydınlaşdıraq. Məsələn, PowerShell skriptlə mən Azure Cloud-da nəsə yazıram Bəli. və bu PowerShell skript gedir, nə bilim, VM qaldırır, onun içinə resursunu əlavə eləyir, lazımsa ustanovkasını installation eləyir, hər şey eləyir. Yəni bir müddətdən sonra belə DevOps injineri timdə saxlamağın nəsə bir mənası olur? Ümumiyyətlə gündəlik nə iş görür DevOps injineri? Deməli, məsələ nədir? Bəli, biz baş skriptlər, PowerShell skriptlər yaza bilərik. Birinci məsələ, ən önəmli məsələ. DevOps-da bax bu toolset dediyimizdə niyə lazımdır? Birinci məsələ, PowerShell-da idempotency deyilən bir şey var. Yəni mən bir PowerShell skripti run eləyirəmsə və ya bir baş skripti run eləyirəmsə, o əmin olmalıdır ki, filan resurs orada varsa, onu yenidən yaratmasın. O resursda hər hansısa bir dəyişikliyi yalnız bir dəfə eləsin. Bunu eləmək olarmı başda və ya PowerShell-da? Bəli. Amma günümüzdəki toolsetlərlə iş yazaram. Mən bir dəfə bir şirkətdə görmüşdüm. PowerShell deməli 1800 sətirlik bir skript idi. Hansı ki qoşulub virtual maşını yaradırdı və ikinci dəfə run eləyəndə əmin olurdu ki, o virtual maşın var, yaratmıram bunu. Yəni bunu məsəl üçün biz mövcud infrastructure as code toollarla 3-4 sətr eləyə biliriksə, PowerShell-da effektivdirmi? Bu yox. Bir də əsas məsələlərdən biri biz yazdığımız şeyin reuse oluna bilməsinə əmin olmalıyıq. Yəni mən onu bu gün A şirkətdə istifadə eləyirəm, A proyektdə istifadə eləyirəmsə, çox rahatcasına onu B şirkətində də, B proyektində də istifadə eləyə biləcəyəm. Budur. Nəyə fikir verdim? Direkt ağır mövzuya girdik. Ona görə idempotency zad falan. Mümkün qədər bir dənə izah eləyə bilərik. Ümumiyyətlə CI/CD nədir? Okay. DevOps-un gözündə. Software engineering tərəfini digər podkastlarda belə uzundan qulağından danışmışıq qonaqlarla da. Amma bir DevOps engineer tərəfindən CI/CD nədir? Sırf əslində CI/CD tək DevOps-a aid deyil də. CI/CD həm developer, həm CI/CD continuous integration, bəli, continuous integration və continuous deployment və ya delivery-dir. Bu mühitdən asılı olaraq delivery eləyir və yaxud deploy eləyir. İndi izah eləyəcəm. Burada nədir? Bizim hər hansısa bir artefaktımız hazırlanır. Artefakt dediyim bu jar ola bilər, bu zip ola bilər, bu Docker image ola bilər. Bu CI hissəsidir. Bizim pipeline-ımız işə düşür. Continuous integration mərhələsi müəyyən testlərdən keçir, falan eləyir. Artefaktımız hazırlanır. Bu CI hissəsi bitdi. Ondan sonra CD hissəsi başlayır. Bizim artefaktımızı götürür. Harasa delivery və ya deploy eləyir. Delivery ilə deploy arasında fərqi nədir? Deploy direkt non-prod environment-lara gedir. Stage environment-a, testə, integration-a, Notion, yəni bu artefaktı direkt götürür, deploy eləyir, deyir get orada yoxlayarsan ki, nədir? Problem var ya yoxdur. Amma delivery nədir? Prod environment-a delivery olur, hamı yığılır, bir dənə konsey qurulur və axırda bir nəfər bismillah eləyib o knopkana basır ki, bu artefakt proda deploy olunsun. Budur. Məsələn, artefakt deyirik, mən indi %100 bilirəm ki, bizə qulaq asan adamlar həm də ümumiyyətlə DevOps injinerilik nədir bilməyənlərdir. Yəni artefakt dediyində məsələn mənim bildiyim bir neçəsi var. Mən belə deyək də, integration testləri yoxlamaqdır. Bu özü bir artefaktdır. Məsələn, yəni migrationları run eləməkdir. Bunun özü bir artefaktdır. Yəni və s. və ilaxır. Başqa nə artefaktlar bilirik? Yəni nə deyə bilərik? Əslində bunlar hamısı test mərhələsindədir. CI-in artefaktın düzəlmə mərhələsində olan ümumi CI/CD-də ümumi belə bir şey var. Quality Gates adlanan. Quality Gates-in altında nələr var? Quality Gates-in altında Security Gates var, hansı ki təhlükəsizliyi yoxlayır. Lint testlər var. Ondan sonra bəzi şeylər, yəni Quality Gates ümumi bizim testlərimiz yığılır və bu Quality Gates-i yaradır. Nə edir bunlar? İlk mərhələdə CI hissəsində məsəl üçün və hər mərhələyə uyğun öz çekləri olur. Məsələn, biz CI hissəsində ilk növbədə code security-ni yoxlayırıq, atıram ki,
developer şifrə yazıb ya yazmayıbdı kodun içində. Buna uyğun məsəl üçün native tool'lar var, fərqli tool'lar var. Hə. Var ha, onun üçün. Var. Şifrə dediyimiz nədir? Bir password variable təyin eləmişəm və onu set eləmişəm. Variable eləməmişəm, hard code eləmişəm məsəl üçün. Developeram, junioram, hə, hard code eləmişəm. İndi seniorda durub juniorun yazdığı hər kodu oxumur axı. Bu məsəl üçün PR yazdığı məqamda bizim müəyyən automated testlərimiz olur ki, PR pull request. Pull request, bəli, pull request. Pull request yaradır. Yəni bunu da tez izah eləyim. Pull request nədir də? Yəni mən junioram, tezə gəlmişəm layihəyə, yazıram. Bizim bir dənə də əsas branchimiz var. Mən ora birbaşa heç bir dəyişiklik eləyə bilmirəm. PR yaradıram və yaxşı halda bu PR hansısa testlərdən keçir, yəni dediyim testlərdən keçir və deyir ki, hə, sən PR-a hazırsan, amma mörcü artıq gəlir senior baxır, görür ki, artıq hə, automated testlərdən keçib və baxım nə dəyişir bu? Hə, mörcü basır, eləyir. Bundan əlavə main branchindən nələr var? Bizim lint testlərimiz var. QA developerlar manual testlər aparmalı deyil. Bu günləri manual testlər aparmalıdır da, yəni basic şeyləri biz kod səviyyəsində strict eləyə biliriksə, kod səviyyəsində eləməliyik onu. Ümumi CI/CD pipeline budur və bunun içində bizim security checklərimiz ola bilər. Yəni artefakt, bizim SAST və DAST hissəmiz olur. Bunlar haqqında ətraflı danışa bilərik lazım olsa. Ümumi CI/CD və onu yoxlayan quality gate'lər budur. Ümidvaram izah edə bildim. Yes. Infrastructure as code deyirik. Məsələn, indi axır 3-4 ildir də bizdə Kubernetes-dir, containerization-dır və s. və ilə axır gəlib. Necə düşünürsən? İndi containerization haqqında məlumat verərik qısa. Amma həm də belə deyək də, bir layihəyə başlayanda ona containerization lazımdır. Məsələn, mən öz bir layihəyə başlayıram, təkən bir developeram, bir də tanış var, tutaq ki, oturmuşuq. Belə bir ideyamız var, dava layihə yazaq. Başlamışıq da nə getdik Kubernetes-ə. Yəni ümumiyyətlə DevOps injiner proyektə nə vaxt qoşulmalıdır bunu deyək? Yəni hansı mərhələdə DevOps injiner olmalıdır? Bu proyektin yükünə də bağlı ola bilər əlbəttə. Yəni nə planlaşdırılır ümumiyyətlə edilməsi və həmçinin bir müddətdən sonra konteyner anlayışı gəlir ki, proyekti containerization eləmək lazımdır. O nədir? Çox super sualdır. İlk növbədə bunu deyim ki, elə yaralı yerimə toxundum, belə deyim. Məsələ nədir? Kubernetes panacea deyil. Konteyner, yəni o demək deyil ki, bu texnologiya yaranıbsa və bu gün istifadə eləyək. Mütləq, yəni elə bir yer var ki, sən orada Kubernetes istifadə eləməklə performansı salada bilərsən, hətta həmin layihəni çökdürə də bilərsən. İlk növbədə texnologiyanı başa düşmək lazımdır və başa düşmək lazımdır ki, bu mənə lazımdırmı? Bu sual. Yəni moddur deyən, məsəl üçün bu dəqiqə mən adamlar tanıyıram ki, işçisini çağırır deyir ki, Kubernetes elə. Niyə eləni başa salmır? Bu ilk növbədə. DevOps hansı mərhələdə qoşulmalıdır? Arxitekturanı yazan mərhələdən artıq DevOps qoşulmalıdır və ilk növbədə istənilən layihəyə yazılanda hansı platformada işləyəcək falan, onun arxitekturası yazılır və orada təyin olunur ki, biz konteyner işlədəcəyikmi? İşlədəcəyik, okey. Hansı konteyner runtime işlədəcək? Bu Docker olacaq, Podman olacaq, Container D olacaq, LXC olacaq. Bunu təyin edirik və niyə? Harda niyə? Bundan sonra biz orkestrasiya lazımdırmı bizə? Bəli, lazımdır Kubernetes məsəl üçün. Əslində orkestrasiya üçün bir çox hal-hazırda tool var da, mən Kubernetes həmişə prefer eləyirəm ona görə ki, pulsuzdur, open source'dur, community'si çox güclüdür. Nomad falan da var. Layihəyə görə olunub daha çox pulsuzdur deyə, problem varsa çoxdan kimsə qabağına çıxma ehtimalı var. Bəli, sən community'də çox şeylər var. Community'də düzdür. İndi onun haqqında da danışarıq ki, əgər məsələn enterprise bir həll üçün biz orchestration solution axtarırıqsa, Kubernetes bazasının üstündə OpenShift var. OpenShift pulludur. Sabah nəsə problem çıxsa supportu var, hə. Amma məsəl üçün biz startapdırsa, mənim hələ ki imkanım yoxdur. Kubernetes idealdır. Bunun alternativ olaraq Nomad falan var, HashiCorp-dan. Biz yəni orkestrasiya üçün toolu seçirik, konteynerizasiya platformanı seçirik və bu arxitekturanı yazırıq. Və bu mərhələdə bizə hamı lazımdır. Həm DevOps lazımdır, həm developer lazımdır ki, bir arxitektor onların yanına gedir, deyir: "Mən burada nə işlədəcəm?" Məsəl üçün, software arxitektur nəzərdə tuturuq. Bəli. Məsəl üçün,
Node.js-dir. Biz database-ə qoşulmaq üçün Sequelizer işlədəcəyik və yaxud da Java-da məsəl üçün nə bu cür nə şeyləri təyin edib arxitektur dokumenti yazandan sonra artıq biz başlayırıq o environmentımızı qaldırmağa. Bir dənə qısa onda məlumat verərdik. Containerization ümumiyyətlə nədir? Yəni belə deyək də, default variantda belə deyək. Mənim bir kompüterim var, ən sadə dillə deyirik. Mən bu kompüterə develop proqramın işləməyi üçün müəyyən şeylər yükləyirəm. Sonra girirəm onu klikləyirəm, run olur. İşlədi. Yəni bundan sonra mənə containerization nəyimə lazım olur? Və yaxud da virtual maşında girirəm, yenə də bir dənə kompüter qaldırıram, elə eyni məntiqdəsində. Yenə kompüterimin içinə girirəm, nə istəyirəm eləyirəm. Containerization mənə nəyimə lazımdır? Əla. Məsələ nədir? Containerization nəyə lazımdır? Biz daha öncə biz yəni əslində kodu yazırdıq, kodu öz maşınımızda qaldırırdıq, hər şey işləyirdi. Onu məsəl üçün kodu verirdi, məsələn Həsən yazırdı, Məmmədə verirdi, Məmməd deyirdi məndə işləmir. Həsən deyirdi Allah haqqı məndə işləyirdi. Və bu məsələ olurdu və bundan sonra çıxdı bizdə virtual maşınlar. Artıq biz yazırdıq virtual maşının içində image götürür, virtual maşını ümumi götürürdük, atırdıq Məmmədə. Məsələ nədir? Konteynerlər çox yüngüldür və konteynerlər lazımsız library-lər işlətmir. Mən konteynerin içində məsəl üçün .NET, Java run eləyirəmsə, o ancaq ona lazım olan library-lər işlədəcək. Virtual maşının içində mənə lazım olsa da, olmasa da müəyyən library-lər olur. Sabah həmin library-də bir vulnerability çıxanda mən heç mənim adını bilmədiyim bir library-yə görə gəlib tutub qulağımdan dartırlar ki, yazdığım kod budur da. Amma mən başa sala bilmirəm ki, qardaş, o mənə konteynerdə biz o şeyləri belə deyək, atlatırıq o barədə ki, biz konteyner yazırıq, ancaq bizə və bizim bildiyimiz library-ləri yüklüyürük və daşına bilərdi. Çox yüngüldür. Mən bir konteyneri hansı konteyner işləyən kompüteri açsam, necə mənim kompüterimdə run olubsa, eyniliklə orada da run olacaq. Ən çox sevdiyim şey olub. Məsələn, mən bir ara işləyirdim, həm ofisdə işləyirdim, həm evdə işləyirdim. Kompüter aparıb gətirmək istəmirdim də. Ofisdə otururdum, bir dənə image, Docker Hub'a bir dənə image konteyner atırdım ora. Sonra evə gəldim, pull eləyirsən onu, run eləyirsən, işləyir elə bir ki, orada yazdığım proyektdə. Eyni şeydir də əslində. Super, eyni. Yəni əslində necə olmalıdır? Mən gəlib evdəki kompüterdə bir konfigurasiya eləməliydim. Oradakı kimi. Yəni requirements-lər bu olsun, CPU bu olsun, bu olsun. Amma gəlib bir 2 saat vaxtım gedəcəkdi ona, amma gəldim elə rahat oturdu. Oradan pull edirsən, buradan işləyirsən. Super, yəni koddur. Hə, eyni nə, yəni virtual maşın qaldırmalıydın, resurs yeyəcəkdi, amma belə də hə, dediyim kimi də, yəni harda olsun da eyni konteyner hər yerdə daşına bilərdi, rahatdır. Mən DevOps injinerlərlə məsələn adətən danışanda, onların əksəriyyəti həmçində cloud injineri olurlar. Yəni belə deyək də, düzdür, spesifik olaraq məsələn deyə bilmirsən ki, məsələn bu adam Azure Cloud mütəxəssisdir, amma soruşursan ondan, deyir ki, hə mən Azure Cloud-da işləyirəm. DevOps injinerdir. Məsələn mən proqramçı kimi yanaşıram. Software engineer, yəni software arxitektura və s. bunlarla ixtisasım, işim bunlarla ibarətdir. Mən də özümə deyirəm ki, mən Azure Cloud-da işləyirəm. DevOps ümumiyyətlə cloud-da nə iş görür? Yəni cloud-u nə səviyyədə bilməlidir? Və yaxud da o bayaq söhbət elədiksən, multi-cloud sistem var ya. Bəli, bəli. Mən Azure-u hələ öyrənib qurtarmamışam, amma DevOps injiner belə baxanda bir tərəfdən Azure Cloud tutur, oradan AWS-i tutur. Bəli, əslində yəni. Hə, DevOps injiner cloud-a bağlı injiner yox, texnologiya bağlı bir injinerdir və hər bir cloud-da servislər eynidir, yalnız adları fərqlidir. Məsəl üçün EKS Amazondadır, AKS Azure-dadır. Azure Function burdadır, Lambda burdadır. Yəni aşağı yuxarı, Blob S3, aşağı yuxarı eyni şeydir yalnız. Biz texnologiyanı hər hansısa bir cloud-da öyrəniriksə, DevOps injiner məsəl üçün mən özüm Amazonla başlamışam 2018-ci ildə. Elə birinci cloud-da Amazon olubdu zaten. Sonradan məsəl üçün Azure-a da keçid elədim müəyyən. İlk olaraq hər hansı bir cloud öyrənmək lazımdır. Proqramçı məndə də olub. Azure Cloud-a keçib birinci Azure Cloud öyrənmişəm. Sonra işim olub AWS-lə. Gəlmişəm sadəcə bir şey yazım. What's equivalent? Hə, eyni ilə. Services, Elastic Services. Oh, let's go. Bir dənə çətin odun kimi xoşuma gəlməyən Google Cloud-dur. Google Cloud developer based cloud-dur. Orada məsəl üçün müəyyən eləmişəm deyə. Hə, Google Cloud işləmişik. Google Cloud-da
çox şeylər eləmək olur falan filan. Prosta müəyyən şeyləri Google Cloud nə deyir? Özün develop elə, özün işlət. Belə bir şeydə. Yəni out of the box AWS-dəki kimi, Azure-dakı kimi deyil Google Cloud, amma Google Cloud-un da öz üstünlükləri, öz özəllikləri var. Bayaqlar multi-cloud dedin. Multi-cloud böyük şirkətlərdə var. Single cloud, yəni bir cloud və multiple availability zone. Availability zone dediyimiz nədir? Bir region olur. Məsəl üçün US, Amerika və yaxud Frankfurt, Almaniyada və orada biz regionda availability zonlar olur. Yəni data centerlar. Single cloud yalnız bir cloud providerla işləməli. Yəni ya AWS, ya Azure. Multi cloud nədir? Biz bir neçə cloudla işləyirik. Bu nəyə lazımdır? Bu böyük şirkətlərdə olur. Böyük şirkətlər ümumiyyətlə vendor agnostikdirlər. Yəni heç bir vendora bağlı deyillər. Bu onların polisisində də yazılır. Yəni sabah mən məsəl üçün atıram Azərbaycan səviyyəsində böyük bir şirkətəm. Mən niyə multi-cloud strategiyası seçərəm? Sabah hansısa cloud ya mənə qarşı sanksiya tətbiq eləsə, bu məsəl üçün Rusiya nümunəsində necə oldu? Yəni şirkətlər oldu ki, işləri dayandı, müəyyən sanksiyalar. Amma məsəl üçün multi-cloud yəni bütün cloudlarda bir şirkətə birdən-birə sanksiya tətbiq eləmir. Burada tək bu sanksiya məsələsi də deyil. Mən əminəm ki, məsəl üçün bir neçə il öncə, səhv etmirəmsə 1-2 il öncə Azure DevOps dayanmışdı. Demək olar Azure-da, yəni o servisi işlədən bütün şirkətlər də donma baş verirdi. O söz var, term olaraq redundancy. Yəni o əslində bəs multi-cloudun içində onu eləmək olur? Bəli, olur. Mən bir cloudda bir servisim var, amma onun bəli, onun sadəcə olaraq önündə xüsusi front door nəsə avadanlıqlar olur. Və mən indi burada hansı avadanlıq adı çəkməyəcəm, konkret vendor reklamı falan eləmək istəmirəm. Pul vermirsiniz mənə. Növbəti podkastda məni nəzərə alın. Deməli, amma xüsusi avadanlıqlar olur və yaxud da ki, developer səviyyəsində kod da yazmaq olar bunun üçün ki, başa düşsün ki, mən arxada nə işlədirəm və developer səviyyəsində kod yazmaq biraz böyük masştabı olsa da, sırf bütün bu işləri görən hazır avadanlıqlar, şirkətlər var. Bir də mənim sənə maraqlıdır. Məsələn, konteynerə çıxdıq, bizim çoxlu imeycilərimiz var, servislərimiz var və s. Bunun limitini necə müəyyənləşdiririk? Çünki hər şeyi götürüb servisə çıxardırsan, bir müddətdən sonra, yəni orada servisin əlindən tərpənə bilmirsən də, mənim özümə görə. Bunun yəni belə deyək, monitorinqi, loqlanması, security skanı, kim özünü harda görür. Bir müddətdən sonra belə mən developer kimi baxıram da, bu manna-kaşa olur. Bəli, Bildiyim qədər əksəriyyət, yəni microservis arxitekturada da problemlərdən biri elə budur. Bəli. Bir yerdən sonra deyir o dayanmalı olduğunu bilməlisən də. Yəni bu qədər konteyner bəsdir mənə. İlk öncə, yəni microservis arxitekturasında, konteyner arxitekturasında biz elə bir yerə gəlib çata bilərik ki, minlərlə, 100 minlərlə bir servislərimiz ola bilər. Və bunların hamısını handle eləmək üçün service mesh deyə bir texnologiya var. Yəni artıq belə deyək də, biz hard kod eləmirik öz kodumuzda. Biz sadəcə olaraq bir toolumuz olur. Məsəl üçün example çox adam elə mən özüm də service mesh kimi çox yerdə Istio işlədirəm. Sonra məsəl üçün konsul var, HashiCorp-un. O da bir növ indi tam service mesh olmasa da service mesh-ə daxil bir texnologiyalardan biridir. Mən nə edirəm? Mən gedirəm, deyirəm ki, mənə filan yerdə filan servisi, məsəl üçün də example gətirirəm. Servis lazımdır. Mənə service mesh texnologiya, application götürür onu, deyir, hə, bu budur, filan kəsdir, filan yerdədir. Ya IP-si, ya adı filan şeydir. Yəni o mikroservislər aləmində onlar monitoring üçün bizdə əvvəl monitoring var idi. İndi observability gəlib. Nədir monitoringdən observability arasında fərq? Monitoring bizim və hamının bildiyi konkret metriklərlə işləyirdi. Məsəl üçün CPU, memory, hard disk. Girib prosta baxırsan ki, nə baş verir. Observability isə bizim bilmədiyimiz şeylərlə də işləyir. Məsələn, Hindistandan qoşulan mənim dostum Jimmy niyə görə 300 millisekund latency olur? Bizim standart monitoring tool qeyri-standart bir şeyi başa düşə bilmir. Bu belə kobud izah eləsəm, yəni bizim həyətimizdə bir Həsən dayı var, hansı ki evimdə standart xərab olan şeyləri düzəldir. Lampoçkadır, nə bilim,
Krantdır falan. Bir də bir smart bir şirkət var ki, fərqi yoxdur. Nə xarab olur olsun, onu tapır və düzəldir. Observability belədir. Observability metriklərə standart və qeyri-standart yanaşması olur və onları track eləyir və track eləyir və hazırki vəziyyətin və niyə bu vəziyyətə gəldiyinə nəzarət eləyir. Əsas 3 yanaşması var. Ümumiyyətlə monitorinqin əslində budur, metrikdir, deməli logdur və buna deyirlər də izləyirlər. Trace'dir. Metrikdir, trace'dir. Bu nə deməkdir? Monitoring bildiyimiz metriklərlə izləyir, log gələn loqlarla, yəni və monitorinqlə observability arasında əsas fərqlərdən biri də budur ki, biz monitorinqə konkret mənim loqumun harda olduğunu həmişə demək lazımdır. Mən dashboardları standart düzəldirəm. Yəni mən adminəmsə bilirəm ki, mən CPU-ya baxacağam, mən RAM-a baxacağam. Observability bu dashboardlar özü smart düzəlir, özü dinamik düzəlir. Başa düşdün? Burada bir problem var. Ümumiyyətlə sənə məlumat verir ki, burada falan problem var. Bəli, heç mənim bilmədiyim, mənim belə şübhə eləyə bilmədiyim bir metriki tapır və mənə deyir ki, qardaş, burada məsəl üçün nəsə var. Bu əsas deyil. Bu və bir də o trace dediyim əsas məsələ nədir? Bu məsəl üçün bir sorğunun, bir problemin hardan başlayıb hara kimi getdiyini, hansı servislərdən keçdiyini bizə tam olaraq izah edir. Yəni trace dediyimiz budur. Yəni izini bildim. Bu proqramlaşdırmada da eyni məntiqdir. Trace ID dediyimiz bir məntiq var. Biz loqları trace ID üzərinə eləyirik. Sonra əgər hər hansı bir problem çıxırsa, trace ID-yə görə mən girib follow eləyə bilirəm ki, bütün sistemdə database-ə baxıram, loqlarıma baxıram. Axır tapıram da o network şəbəkəyə baxıram, şəbəkə loqlarına baxıram, görürəm ki, bu trace ID ilə bir request response gedibmi? Yəni ondan bilirəm ki, bunun dərdi budur. Belə deyək, DevOps injinerimə baxsan indi danışırsan, məsələn DevOps injinerimlə söhbət eləyirik. Mənim beynimdə nə yaranır? Yəni həqiqətən də bir müddətdən sonra bu bütün proseslər avtomatlaşır. Yəni o dedim bayaqki söhbətə gəlib çatıram. Beynimdə belə qalır. Yəni bir müddətdən sonra DevOps-un işi qalmır proyektin içində. Yoxsa eyni vaxtda yəni bir DevOps injiner bir neçə layihə ilə işləyir də onda, işləyə bilər. Bir neçə mən ümumiyyətlə mənə görə indi 17 ildə IT-dəyəm. Mənə görə yaxşı IT mütəxəssis işləməyən IT. Yəni ha vaxt girirsən baxırsan ki, ya o adam niyə görə? Amma bunu ilə paralel üstündə heç bir task da yoxdur. Yəni bu adam işlərini o qədər avtomatlaşdırıb ki, bu adamın həddindən artıq çox Bill Gatesin belə bir sözü var idi. Deyirdi ki, mən həmişə tənbəl developerləri işə götürürəm. Deyirdilər, niyə? Deyirdi, çünki tənbəl developerlər işi o qədər avtomatlaşdırır ki, getsin yatsın. Ona görə Microsoft yenə gəlir. Papa. Yox, indi irəliləyir də şükür Allaha yavaş-yavaş. Yəni işləri avtomatlaşdırıb özünə, məsəl üçün elə buna aid bir dənə tez short bir şey deyim. Bu yaxınlarda belə bir şey oldu. Helpdesklərdən biri gəldi mənə ki, müəllim, Allah haqqı çatdırmıram, Quran haqqı ölürəm, nə bilim, nə 400 user tək mən ora-bura. Dedim, qardaş, ən çox gələn sorğular nədir? Printer quraşdır. Dedim, bir dənə PDF hazırla, printer quraşdırmaq haqqında da standart bir şeydir. Bir dənə Copilot-la sənə mail-la gələn sorğuları avtomatik o printerə atsın. Nə bilim, meeting roomda televizoru qoşmaq kompüterə, bir dənə PDF qayda hazırla, qoy Copilot-a. Elədi həmin adam. Üstündən 1-2 ay keçmişdi, gəldi ki, Allah haqqı sorğular o qədər azalıbdı. Yəni adam üzü dəyişmişdi, adam gülürdü. Adamı gülən gördüm. Kofe içməyə vaxtı var. Yəni işləri əsas məsələ bizim rutin işləri avtomatlaşdırmaqdır. Sən o deyirsən, deyir heç bir işi olmayan, amma menecerlərin gözündən iraqda. Gəb gör ki, bunlar Azərbaycanlı menecerlərin gözündən iraq, bəli. Azərbaycanda bunlar niyə söhbət edir? Mənim işi yoxdur bunlar. Bir şirkət var idi. Yəqin ki, indi həmin adam məni izləyəcək. Artıq üstündən bir 10 ildən də çox, 14 il vaxt keçibdi. Bir menecerim var idi. Tez-tez girib tək məndən yox, hamıdan soruşurdu. Nə işlə məşğulsan? Nə işlə məşğulsan? Çox tez-tez. Bir dəfə də girdi otağa, qayıtdı ki, nə işlə məşğulsan? Mən də qayıtdım ki, hard diskin vakuum boşalıb onu kompleksiya qoymuşam. Yəni çox dəxlisiz bir şeydir də. Yəni qayıtdı ki, hə, yaxşı üzünü çevirdi, çıxdı. Yəni bu səviyyə çatdırmaq lazım deyil də. Ki işçidən hər 2 dəqiqədən bir soruşursan ki, nə işlə məşğulsan? Müəllim salam. O vaxt yalan danışmışdım, elə şey yoxdur. Vakuum boşalıb. Bəs belə deyək də, hal-hazırda
Əksər qonaqlara verirəm bu sualı. AI demək olar bütün sahəmizin içindədir. Hamı elə bilirlər ki, işimizi əlimizdən alacaq, amma hələ də almayıb. Bəli. Və mən düşünürəm ki, yaxın gələcəkdə də müəyyən səviyyədən sonra insanları almayacaq. Yəni müəyyən səviyyəyə qədər insanları əvəz eləyəcək, amma müəyyən leveldən sonra ki, o levelə çatmaq üçün sənə bir experience lazımdır o insana. O insanları əvəz eləyə bilməyəcək hər uzun müddət. Sən necə düşünürsən? Məsələn, AI sizin işinizi əvəz eləyə bilər. Məsələn, bayaq dedin o observability-də tutaq ki, sənə lazım olan dashboardu göstərən sistem həmin dashboardda çıxan o belə deyək, critical red flag bir şeydə özü gəlib həll eləyəcək. Yəni bir müddətdən sonra. Sən necə görürsən Cavid? Yəni bir müddətdən sonra iş axtarır. Qəti. Bu haqqda dəhşət sporlar çox olur. Ən çox da sahə ilə məşğul olmayan. Sevinə-sevinə gəldi ki, sən işi alacaq. Mən hətta bir nəfər var. O illərin mütəxəssisidir və mənə hörmət elədiyim mütəxəssisdir. O bir dəfə LinkedIn-də bir dənə şey paylaşmışdı ki, junior day gəlməsin falan filan. Biraz onunla şey elədim ki, qardaş, məsələ nədir? Bax mən izah eləyim. Mən bu sözü həmişə deyirəm. Bu sözü ChatGPT-yə yazanda da deyir. Həmişə. Kalkulator çıxdı, riyaziyyatçılığın sonu olmadı. Amma qəbul eləyək ki, AI biraz kalkulator deyil. Yox, AI, amma mən indi bir söz deyim. AI belə bir dənə də söz var. Bir dənə xoşum gəlir ağıllı sözlərlə danışmaqdan. Deyir ki, ağıllıyıq. Hə, paravoz özü özlüyündə çox gözəl mexanizmdir. Amma maşinist olmasa o hərəkət eləmir. Yəni AI alətdir. Biz məsəl üçün AI biz verdik AI-yə. İlk növbədə bu indi AI niyə bizi əvəz eləməyəcək? AI sadəcə olaraq alətdir, onu izah eləyirəm ki, süni intellekt mənə görə çox gözəl bir alətdir işlərimizdə. Amma niyə bizi əvəz eləməyəcək? Bunu deyim. Bax, ilk növbədə məsəl üçün AI kod, məsəl üçün bir adam DevOps-u çıxartdı, gətirdi bir dənə AI agent quraşdırdı, low code, no code və oldu da database-i down elədi. Kimin gəlib qulağından yapışacaq? Belə indi hansısa... O heç, o ümumi şeydir. Bu birinci məsələ. Mədəni problemdir. Bu birinci məsələ. Bir problem çıxanda sənin günahlandırılmalı və yaxud da kimsə üstünə... Döyülməli, bonusunu kəsməli, maaşını azaltmalı adamın olmalıdır. Həbs eləməli. Adam olmalıdır. Hə, onu düz deyirsən. Çünki təzəyic olmuşdu, səhv etmirəmsə, hansısa AI tool idi ki, production database-i silmişdi. Bəli, o məşhur məsələdir. Yəni çökdürmüşdü və sonra da üzr istəmişdi ki, bağışlayın, siz tamamilə doğrusunuz. Yəni adam boğmaq gəlirdi. O hər üzr istəyəndə mən dəli oluram. Mən də özüm istifadə etdiyim toollar var. Məsələn, kod yazmaq üçün aktiv istifadə edirəm. Nəyisə səhv yazanda yazır ki, üzr istəyirəm. Qardaş, məndən üzr istəmək istəyirəm. İzah edirəm ki, sən məndən üzr istəməyin özün də bilirsən ki, sizin mənası yoxdur da. Üstündən biraz keçir. Yox, düşən qeyd elədim. Bundan sonra üzr istəməyəcəm. Yəni nəsə səhv elədir, üzr istəyirəm. Məsələ odur ki, mən bu həmişə deyirəm, təbii intellektin olmadığı yerdə süni intellekt heç vaxt kömək eləyə bilməyəcək. Süni intellekt hal-hazırda çox gözəl tooldur. Yəni mən də elə fikirləşirəm. Hə. Yəni işim də həddindən artıq sürətlənib. Mənə verilən proqramçı kimi də olsun, istər fərqi yoxdur. Yəni arxitektor kimi də olsun, fərqi yoxdur həqiqətən. Hətta bir problem çıxır, software engineeringdə bir problem çıxır qabağıma ki, yəni bunu necə həll edə bilərsən? Özüm bir fikri var, bir dənə də atıram ora. Otururam ya ChatGPT ilə ya Grok-la oturub söhbət eləyirəm. Tutaq ki, bir query var, SQL query'si olsun. Oturub onun söhbətini eləyirəm onunla ki, daha ya. Oturub mənə elə bir example-lar verir ki, mən necə yanaşıram? Çox yaxşı knowledge base-i olan bir iş yoldaşım var, elə bil. Bəli, amma axıra kimi, sona kimi nə qədər avtomatizasiyada ona nəzarət edən insan olmalıdır və onun leveli mən elə gəlirsə o sən dediyin o LinkedIn-də paylaşılan o şəxsin dediyi söhbət məncə bundan daha çox. Mən də biraz o fikirlə razıyam. Yəni junior level artıq həmin junior level deyil. Yəni junior level mənim dövrümdə junior level bilsən nə idi? Alqoritmik problemləri həll edə bilirəm C#-da. Mənim junior level. Yəni amma indi junior level o deyil də. Mənə intervyuda junior level son sual vermişlər ki, 2 dənə array bir-birinə yapışdır, nə bilim, array-in ortasındakiləri çap elə, arxasındakını çap elə. Database-də bir dənə select yaz, select, update, delete, onları bil. Sən junior level, amma indi junior level, yəni mənə görə junior level artıq AI-in içinə girib. AI ilə bir yerdə kod yazır, kod analiz eləyir. Ən azından söhbətin nədən getdiyini bilir. Məsələn, DevOps engineering üçün junior level indi nədir trend? Yəni kim olmalıdır? DevOps-un hal-hazırda AI Ops deyilən bir şey gəlibdi. AI Ops operations-ı avtomatlaşdıran bir ML. Ümumiyyətlə bütün AI-ların arxasında, qısaca bunu deyim, ML durur.
ML-la AI-ın fərqi bundadır ki, AI bütün süni istənilən intellekt, istəyir təbii olsun, istəyir süni, öyrənmə ə, ərzində inkişaf edir. Bu insana da aiddir, bu maşına da aiddir. Maşın üçün öyrənmə prosesi ML gedir, machine learning. Yəni hər hansısa bir hadisələr nəticəsində öyrənir maşın. Operations'ın işin avtomatlaşdıran bir ML-dir, hansı ki bizim indiyənə kimi, məsəl üçün gecə saat 3-də monitoring mənə bir dənə SMS göndərdi ki, prot çökdü. Dururdum, qaçırdım işə, nə bilim bir 10 illik həyat gedirdi dala. Səhər gəlirdim ki, ay Allah, şükür sənə, nə bilim, elədim, düzəltdim. Düzəldi, hə. İndi nə edir? İndi AI Ops, həmin o süni intellekt mənə 2 gün qabaq deyir ki, qardaş, səndə orada 20% yer qalıb. Səndə filan qədər transaksiyalar olur. Bu 2 gündən sonra gecə sənə SMS gələcək ha 100%. Və mən bunu artıq 2 gün qabaq AI Ops'un köməyi ilə, ya AI Ops deyim süni intellektdə, süni intellektin köməyi ilə bilirəm ki, 2 gündən sonra məndə nə olacaq. Analiz eləyir. Baxır ki, məsəl üçün hər hansısa bir proses özün qeyri-standart aparır. Bu günləri biz elə təhlükəsizlik tərəfdən də qısaca bunu deyim, XDR. XDR nədir? XDR odur ki, standart antivirus hansısa bir baza ilə işləyirdi. Amma XDR odur ki, prosesin özünü aparmaq üçün. Eyni şey DevOps-a da aiddir ki, süni intellekt trak eləyir ki, bu proses özün nəsə başlayıb normal aparmamağa, anormal aparmağa. Sənə notification göndərir ki, qardaş, məsəl üçün bu proses həmişə işləyirdi, 80-cı portla filan cür. Yəni bunu DevOps-a qabaqcadan bildirir. Artıq hadisə olandan sonra, yəni bu alətdir. Süni intellektin, AI Ops-un bu avtomatlaşdırma işləri ilə biz artıq bir çox şeyləri atlayırıq. Amma DevOps injinerə həmişə DevOps injiner kimi ola bilər ki, sabah 3 il sonra falan DevOps olmasın. İndi platform engineering var. Platform engineer olsun falan olsun, amma insan faktoruna həmişə gərək olacaq. Bu 100%-dir. Ən azı o AI-ın tozunu silmək üçün. Problemləri həll etmək. Belə deyək, kimsə tutaq ki, DevOps injiner olmaq istəyir. Gün 2025-dir. Universiteti bitirib və yaxud da nəsə düşünür, mən DevOps injiner olmalıyam. Səncə belə keyfiyyət olaraq əvvəlcə hansı keyfiyyətlərə sahib olmalıdır, belə deyək? Və qısa belə bir roadmap kimi nəydən başlasın? Elə bil ki, sadəcə və sadəcə sosial şəbəkədə bizə baxacaq qədər kompüter biliyi var. Dostlar, mən bunu hamıya deyirəm. Mən özüm mentoring də eləyirəm. Çox-çox uğurlu tələbələrim də olub. Mən hamıya deyirəm. DevOps-a girişən şəxslərin səhvi bunda olur ki, birdən-birə tullanırlar, başlayırlar Mumşadın kursunu alıb Kubernetes-ə baxmağa. Nə bilim, basic şeylər var. Bunları mütləq öyrənin. Bu networkdır. Networkdır. Şəbəkə. Siz bilməlisiniz ki, server nədir, client nə? Hə. Ən azı necə işləyir OCI modeli və Linux-u mütləq öyrənin. Niyə Windows demirəm, Linux deyirəm? Çünki bütün DevOps alətlərinin 99%-i open source-dur. Open source üzərində qurulub. İstənilən pullu tool da open source-u götürüb nəsə yazıbdı və bu sizə open source məntiqini başa düşəndən sonra zaten onsuz da Windows-da artıq VSL-i falan yazıb müəyyən kompromisə gəliblər. Ona görə mütləq şəbəkə, Linux öyrənmək lazımdır. Şəxsi keyfiyyətlərə gələndə mən bunu həmişə təzə başlayan adamlara deyirəm ki, həmişə özünüzə qarşı tələbkar yanaşın. Nə barədə tələbkar? Mən demirəm gecə yatmayın. Sadəcə olaraq həmişə məsəl üçün bu gün kitab oxudum deyib gəlib yatmayın. Yəni həmişə az gör. Gördüyün işi, elədiyin məsəl üçün elə bir həftənin söhbətidir, bir juniorla söhbət eləyirdim. Qayıtdı ki, köhnə kod bilsən nə gündə idi? Təzə koda hər şeyi keçirtdim. Şükür Allah, nə etdimsə mən elədim. Bu mindsetlə düzdür, sən yaxşı iş görə bilərsən. Sadəcə olaraq daim özündən razı olmaqla insan özünü tərifləməlidir, özünü təqdir eləməlidir, amma daim özünü tərifləməklə inkişaf eləmir. Yəni həmişə başa düşün ki, texnologiya dayanmır. Həmişə ona görə həmişə özünüzə qarşı tələbkar yanaşın. Old code dedin, çox yaxşı söhbət yadıma düşdü. Normalda software engineering-də necədir? Bu mövzuya toxunmaq yadımdan çıxmışdı əslində. Legacy kod anlayışı var. Bəli. Yəni məsələn, mən o proyektə qoşulmuşam. İndi 2025-dir proyekt.
Webformsdadır. Webforms hardasa 2000-lərin Hı hı. texnologiyasında başlayıb 2009, 2010 belə. Proyekt yazılıb, legacy koddur və neçə ildir gəlir, 6 ildir gəlir və s. və gəlib proyektə qoşulursan, görürsən ki, belə doğrudan badımcanlıqdır da. Hər gələn gedən 2-3 dənə kod yazıb və kodun da əslində bilən yoxdur. Hal-hazırda proyekt production-dadır və Allahın umuduna işləyir. Yəni belə deyək, DevOps engineering-də legacy dedikdə nə nəzərdə tutulur? Yəni orada da varmı gedib girəndən sonra Var. baş tutursan, heç nə bəhməz bu. Ümumiyyətlə legacy məsələsində DevOps tərəfdə də var. Bu köhnə əməliyyat sistemləridir, köhnə, yəni heç cür avtomatlaşdırmaya tətbiq olmayan hansısa bir serverdir falan. Ümumiyyətlə legacy kodla necə işləmək lazımdır? Mən bu praktikada British Telecomda işləyəndə görmüşdüm. Çox əla. Onlarda bir monolit var idi. Hansı ki dedi ki, qardaş, bu yaşlı bir kişidir, əl vursan yıxılıb öləcək, hər şey dayanacaq. Nə etdilər? Çox super bir o monoliti saxladılar və bütün yeni servisləri mikroservis kimi başladılar onun ətrafında yaratmağa. Monolit öz olduğu kimi qalıb. Amma yeni funksiyonalı tam olaraq mikroservislər kimi onun ətrafına başladılar düzməyə və müəyyən məqam çatdı ki, artıq monolitin gördüyü işi də qalan hər şey mikroservisdədir deyən çox asanlıqla mikroservisə keçirdə bildik. O şey anlayışıdır da, iki cür üsul var. Biri var ki, yazdığın makroservisi tikələmək. Yəni belə deyək, makroservisi götürüb qoyursan, bu mənim makroservisimdir. Monoliti birdən-birə başdan doğramağa. Digər servisləri, məsələn, götürsən bir dənə modulunu, digər hissələrini söndürürsən, onun bir dənə hissəsini ayırıb qoyursan qırağa. Öz əsas base'in qalır, o üsuldan istifadə edirlər böyük ehtimal. Base monolitin qalır, amma onun bir dənə modulunu keçirdirsən bura. İkisi də işləyir ha. Sonra biraz gedəndən sonra bu biri modulunu yenə monoliti götürüb kopyalayırsan, artıqları silirsən, bir dənə istədiyin servisi saxlayırsan. Uje olur 2 dənə servis. Yəni o əslində həm şeydən moving eləməkdir. Monolitdən makroservis arxitektura move eləmək üçün. Amma belə deyil, legacy-də tutaq ki, kodda necədir bu anlayış? Gəlib görürsən ki, kod var. Proyekt məsələn, tutaq ki, bir texnologiyada yazılıb, sən bunu tezdən başlasan yazmağa, buna pul yoxdur. Məsələn, indi dediyin söhbət var, monolitdən keçdilər, ona bir resurs lazımdır. Yəni o şirkətin pulu olub ki, bunu eləyib. Amma bir var ki, yəni layihə rəhbəri deyir ki, mənə iqtisadi cəhətdən sərf eləmir. Mən bunu götürüb keçirdim o tərəfə. Orada da yəni məsələn proqramlaşdırmada necədir? Ayda bunun dokumentasiyası yoxdur. Yəni, DevOps engineering-də necədir? Dokumentasiya yazırıq ümumiyyətlə. Mütləq. Ümumiyyətlə dokumentasiya mən istənilən layihəyə başlayanda bu əsasən adam ilk vaxtlar başa düşmürsən ki, nəyə lazımdır bu. Amma irəlilədikcə biraz təcrübə gəldikcə sən dokumentasiyanın nə qədər faydalı bir şey olduğunu mən məsələn olub ki, bir layihəyə girmişəm, iş görmüşəm, çıxmışam, 2 layihə sonra eyni işi görmüşəm. İstər şəxsi dokumentasiya olsun, istər knowledge transfer üçün dokumentasiya olsun. Bu mütləq vacibdir və menecerlər buna diqqət eləməlidir ki, deyirlər, filankəs çıxdı, getdi, təzə gələn adam bacarmır. Bacarmır deyil. Filankəs heç bir dokumentasiya yazmayıb. Knowledge transfer yoxdur. Adam bilmir hardan oxusun, nə oxusun. Gəlib ki, black box-un içinə. Hə, və barmaqlaya öyrənir. Ona görə DevOps-da da dokumentasiya mütləqdir. Hətta Git-də readme-lər belə mütləqdir. Bunun development-da da eyni söhbətdir. Yəni bu vacib tərəfidir. DevOps-un legacy tərəfi var. Elə kod özü DevOps-un da legacy tərəfidir. Maksimum DevOps-da dediyim kimi bacardığımız qədər trivial taskları avtomatlaşdırma ilə düzəldə bilərik. Yəni tam dəyişə bilməsək də, nəyi bacarırıqsa, rutin görülən işləri asta-asta. DevOps biraz daha dəyişdirə bilən bir şey kimi gəlir. Kodu toxunmaq biraz çətindir, qəliz məsələdir. Çünki framework-dan asılıdır da. Yəni bütün biznes məntiqin onun üzərindədir. Sən bunu qurdalaya bilmirsən. Davay bunu təzəsini yazaq desən, ya söküb tezdən yığasan, o alınmır. Amma DevOps engineering biraz daha şeydir. Yəni nəyisə avtomatlaşdırır, əvvəl belə idi, indi belə olsun. Əvvəl bunun üzərindən gedir, indi bunun üzərindən gedir. Gecə bunu eləyəcəyik, çox tarix etdik. Və dediyim kimi, bu dəqiqə mən çox DevOps-lar tanıyıram ki, həm DevOps-da, həm developer. Yəni çox o sərhəd çox yığışıb. Mən özüm məsəl üçün Python-da yazıram. Bu yaxınlarda bir layihə oldu və süni intellektin bizə verdiyi ən böyük üstünlüyü vibe coding-dir. Artıq vibe coderlər çıxıb. Bəzi çox adamlar vibe coderləri bəyənmir. Amma bu gələcəkdir. Bu 100%. Vibe coderlərin indi problemi varmı? Var. Nə ümumiyyətlə onu bəlkə izah edin. Vibe coding, vibe coder nədir?
bu insan proqramlaşdırma dili bilməyib, kursor kimi, Copilot kimi, süni intellekt Onunla bir yerdə yazır. platformaları ilə bəli, bu adamlara vibe coder deyilir. Yəni kodlaşdırma bilmir, amma süni intellekt istifadə edir və kod Tanıyıram yazır. bir nəfəri. Hə. Mən indi bildiyim proqram dili var, bilmədiyim proqram dillərində bəli, mən də vibe coding eləyirəm və utanmıram, bu gələcəkdir. Yəni bir ara mənim yadımdadır, Alta Vista var idi, sonra Google çıxdı. Google'da nəyisə axtaran injinerə dedilər ki, hə, o filan şeyi Google'da axtarır. Sonra Hətta bu bəzi normala. şirkətlər intervyuda deyirdilər ki, Google-a girmə. Bəli, bəli. Elə bir ki, bunun hamısını əzbər bilmədi. Sonradan bu normal hala gəldi. Hətta Google'da İndi deyirlər ki, axtarmayan. Google-da axtar. Hə. Google-da axtarıb tapa bilsən plusdur. Deməli, sən nəyisə axtaranda tapa bilərsən. Bəli, bir müddət sonra vibe coding də çox standart, adi bir şey olacaq. Gələk belə bir mövzuya cavab. Interview questions, interview Aha. sualları. Məsələn, mən proqramçı kimi yerli bazarın intervyusu ilə xarici bazarın intervyusunu ayırıram. Mhm. Çünki məsələn, təzəcə olub bir tələbəmiz gedib daşı intervyuya, dövlət müəssisəsində intervyuya gedib. Həmin tələbə hardasa bir yarım saat intervyusu olub. Deməli, qarşı tərəf sualı verir. Sonra 3 dəqiqə vaxt keçir. Bu cavabı verir, ortada 3 dəqiqə vaxt keçir. Otaqda hamı bir-birinin sifətinə baxır. 3 dəqiqədən sonra o orada monitorda baxır, yenə nəsə sual verir. Biraz keçir, 3 dəqiqə hamı sakitlik yanıb. Yəni bu olmuş bir şeydir də, biabırçılıqdır konkret. Yəni necə götürək? Biz Azərbaycanda iş tapmaq ehtimalı nədir DevOps? Junior demək, yəni təzə başlayan adam üçün biraz öyrənib, nələrə diqqət eləməlidir? Məsələn, sən əgər yerli bazarda, mən məsələn hər ikisində aktiv iştirak eləmişəm də, həm yerli bazar intervyularında, həm xarici bazar. Təxminən fərqləri bilirəm. Bilirəm ki, yerli bazarda nə baş verir. Xarici bazar intervyusu və bayaq dediyim o tələbə də bir müddətdən sonra xarici bazarda intervyusu nə olub? Və gəl mən belə suallar arasında və mühit arasında dəhşət fərq var. İnsanların özünü aparması arasında fərq var. Yerli bazarda DevOps injiner kimi nəyə fikir versinlər, xarici bazarda DevOps injiner kimi nəyə fikir versinlər. Və bir də bir sualım, əsas məsələ. Proqramlaşdırmada intervyular 2 hissəyə bölünür də. Biri var ki, əsas sualları elə verir ki, sənin nə bildiyini bilsin. Bir də var ki, sualları verir, sonra açır bir dənə live kod, qaqaş. Davay da sən mənə biraz alqoritmlə danış. Açır bir şey verir, kod smelling eləyir. Deyir, davay da bir yerdə baxaq görək bunun nə problemi var. Bu kod parçası haqqında nə danışa bilərsən. Cürbəcür intervyu halları, кейsləri var. Sən özün də bilirəm ki, uzun müddət xaricdən işləyirsən və yaxud da yerli bazarda işləmirsən. Necə ayırarsan bunları? Super suallar verirsən. Həqiqi hazırlaşmamışıq ha. Elvin bəy mənim bütün sarı simlərimə toxunur. İntervyu haqqında qısaca bunu danışım. Mən dostlarım falan bilir. Hər dəfə bunu deyirəm onlara. Mən EPAM-da olanda intervyu kimi hazırlaşdım, sertifikat aldım və intervyu timə girdim. Orada biz interviewer hazırlaşanda nə? İlk öncə sən kiminləsə intervyuya girirsənsə, egovu kənara qoyub adamı və vakansiyanı, bu adamın bu vakansiyaya uyğun olub olmadığı, sən ora öz biliyini göstərməyə getmirsən. Sən adamın bilik səviyyəsini təyin eləyib, onun bu vakansiyaya uyğun olub olmadığını təyin eləyirsən. Ki bizdə var, seniorlar sındırır. Tipasın filan şey bilmirsən. Özü necədir? Üzr istəyirəm sözü kəsdim. Hamının ehtiyatda olan 2-3 dənə axmaq sualı var. Heç kimə lazım olmayan, bir dəfə qıraqdan keçib hansısa kitabın içində görüb. Onu sual gördü ki, hamısına cavab verir. Xeyir olub, sonun hamısına cavab. Məsələ də nədir? Çox suallar nədir? Sən tool sualı verə bilmərsən nöşün. Sən bir toolu bu layihədə işlədirsənsə, o toolu yəni adam var, sən ümumi general bir şeylər var. İkinci məsələ, sən adama bir sual verirsən, bilmir. Bax bu şeyi bizə təlimdə keçirlər. Bir sual verirsən, bilmir. 2 sual verirsən, bilmir. 3-cü sual mütləq onun biləcəyi bir sual verməlisən. Çox asandır ki, o adamda əminlik qayıtsın özünə. Çünki o adam yəni bilmədiyicə fail olduqda şey olur da, ay da mən pozor biabır oldum. Sən əminliyi qaytarırsan o adama ki, sən bununla yaxşı kadr itirə bilərsən. Introvert adamlar var, hansı ki sıxılır. Görmüşəm, hə. Ona görə yəni və sən interviewer kimi başa düşməlisən ki, sən adamı layiq olub, yaxşı bunları təyin eləyirsən. Yəni sən bura gəlməsən, burada şaxta ölsən. Bu birinci məsələ. Yəni Azərbaycanda ən ağrılı yerin budur. İntervyu aparanların çoxsu ya şəxsi egoların şey eləmək üçün, doyuzdurmaq üçün gəlirlər.
Ya onu menecer kontrol eləməlidir ki, məndə vakansiya var. Bu vakansiyaya uyğun adamı tapmaq üçün normal bir interviewer salım. Və intervyu eləyən adam da dediyim kimi şey eləməlidir ki, başa düşməlidir ki, bu adamı mən bura sındırmağa gəlməmişəm. İkinci məsələyə gələndə ki, DevOps injinerləri intervyu eləyəndə nə kimi suallar falan, mən özüm şəxsən, mən bunu açıq deyəcəm, mən həmişə şəxsi şeylərə fikir verirəm ki, insani faktorlara nöşün mütəxəssis yetişdirmək olur, insan yetişdirmək çətindir. Ona görə intervyuda üstümüzə qışqıran olub. Ona görə mən maksimum çalışıram ki, insani keyfiyyətlər olsun adamda və basic şeyləri bilsin. Ki, yəni mən ondan konkret tool soruşmuram ki, atıram da, məsələn, Kubernetes-də pod distribution budget nədir? Girib iminlə. Mən ümumi basic şeyləri soruşuram. Baxıram, mütləq DevOps-un mən həmişə Linux-u biraz dip gedirəm. Linux-u biraz dip gedirəm. Microsoft-sa, məsələn, ola bilər ki, adam Microsoft based-dir. Microsoft-sa PowerShell tərəfdən biraz dip gedirəm, Microsoft tərəfdən. Məsəl üçün, ondan sonra şəbəkə, yəni basic core şeylər var ki, onu bilim. Bunlar core şeylər dediyim kimi də networkdur, Linux-dur, ümumi müəyyən avtomatlaşdırma texnologiyasıdır falan. Amma konkret tool setlər oturub əzbərləmək mən bunun əleyhinəyəm. Çünki bir tool bir proyektdə qabağıma çıxa bilər, o birisində çıxmaya bilər və nəyi öyrənirsə project based öyrənin. Project based toollar var. Atıram, mən Jenkins-i ancaq layihədə qabağıma çıxanda bilmişdim. Ona kimi GitLab-la GitHub-ı işlədirdim. Jenkins-in heç xəbərim yox idi. Hamı da deyir, o Jenkins bilmirsən, sən necə DevOps-sən? Layihə var idi, çıxdı qabağıma, oturdum Jenkins-i öyrəndim. In general belə. Yəni DevOps injinerliyi mən daha çox nəyə görürəm? Həddindən artıq çox sürətlə texnologiya dəyişir. Yəni proqramlaşdırmada da elədir, amma məsələn ASP.NET Core, məsələn ASP.NET-lə işləyirəm, web app yazıram. Mən 6 ildə ASP.NET web app yazıram. Maksimum dəyişən nə olur? Startup faylı dəyişdi, proqram CS belə gəldi. Oradan tutaq ki, əvvəllər cache belə həll edirdik, indi cache belə həll edir. Amma base qalır ASP.NET. Amma DevOps injinerində elə bir ki, başqa bir dənə mühitdədirlər, başqa bir dənə dilləri var. Hər dəfə onlarla danışanda təzə bir dənə tool alıb eşidirəm. Falan tool çıxdı. Biz bununla məşğuluq. Yəni belə gördüyümə görə DevOps injineri daha çox sərbəst öyrənə bilən biridir. 100%, yəni əslində bu dəqiqə zaman da onu tələb eləyir ki, dinamik öyrənmə və dediyim kimi bayaq project based-sən bir layihəyə girə bilərsən ki, orada görmədiyin toollar ola bilərsən, onu və burada o bayaq danışdığımız dokumentasiya gəlir, öz yerinə oturur ki, sən hansısa toolu daha tez öyrənmək üçün onun necə yazıldığı falan və belə. DevOps engineeringdə sertifikatın nə kimi önəmi var? Layihədə sertifikat. Məsələn, mən öz proqramlaşdırma tərəfindəyəm. Biz daha əvvəl bu mövzulara, müxtəlif mövzulara toxunmuşam. Sertifikat məsələn QA engineeringdə nədir? Nə bilim, developmentdə sertifikat nə yaşayır? Məsələn, mənim nəzərimdə sertifikat heç nədir. Şəxsən mənim bir 10 il təcrübəm var. Sertifikat heç nədir. Bəli. Amma nəyə lazımdır? Sənin işlədiyin şirkət hansısa tenderdə iştirak eləyəcək. Orada da ağıllı professorun verib bir cümlə söz yazıb ki, layihədə iştirak edən proqramçılar həmin dövrə aid olan qlobal beynəlxalq sertifikatlara sahibdir. Hansı sertifikat deyil, sahibdir. Və bu prosta bir şərt olaraq ora qoyulub. DevOps engineeringdə sertifikat hansı yerdədir? Və təzə başlayan adam ümumiyyətlə qaçıb gəlib sertifikat almalıdır. Təzə başlayan adam, mən bunu deyim ki, özünü reklam üçün ilk növbədə sertifikat reklamdır. Sertifikat bilik deyil, sertifikat. Özünü reklam üçün müəyyən bir-iki basic sertifikat var ki, onları alıb CV-sində qeyd eləyə bilər ki, bu indi ən azından HR mərhələsinə keçsin. Amma sertifikat base biliklər var və production, bunun haqqında danışmışıq sənlə çoxlu. Burada da təkrar eləyim. Production, yəni sertifikat biliyi demək deyil. Sən əgər consultingdə işləyirsənsə, sən hər hansısa bir şirkətdə işləsən ki, ora sertifikat lazımdır, bayaq dediyim kimi. Ki, məsəl üçün, mənə AWS Professional 10 dənə lazımdır ki, mən hansısa tenderə girə bilim. Ya, məsəl üçün, Cisco-nun belə bir şeyi var ki, şirkətdə 4 CCI olmalıdır ki, məsəl üçün, onlara hansısa bir güzəştlər olunsun Cisco tərəfdən. Əgər bu tələb yoxdur, şirkət sənin sertifikatını ödəmirsə, mən deyərdim ki, sertifikat yox, bilik dalınca qaçın. Və bu, baxın, mən bir dəfə bunun haqqında da LinkedIn-də spor eləmişdim. Mən qınadılar. Niyə spor eləyirsiniz? Məsələ nədir? Mən sertifikat
pisdir, amma gəldilər sertifikat proqramı gözəl bir şeydir. Təlim gözəl bir şeydir. Sən hansısa bir sertifikatın proqramını götürüb strukturlu şəkildə öyrənə bilərsən. Amma vacib deyil ki, qaçıb gedib o sertifikatı verəsən. Basic 1-2 sertifikat verib CV-ndə yaza bilərsən. Sonra şirkətə deyə bilərsən ki, qardaş, lazımdır, ver pulumu, gedim. Ya öz cibimdən pulumu verim, sertifikatımı alım, qaytardalar. Yəni durub bunu mən necə bir adam kimi deyirəm ki, hardasa bir 20-dən çox sertifikatı olan bir adam kimi deyirəm və indi deyə bilərlər ki, ona baxa sertifikat da alıb, indi deyir ki, sertifikat pis şeydir. Mən sırf bu sözü demək üçün sertifikat boş şeydir, o sertifikat da almışam. Sertifikat dalıca yox, bilik dalıca getmək lazımdır. Yəni o da məsələn, mən 1-2 dənə sertifikatım var, Azure Cloud-la və s. ilə bağlı. Onlar necə olub? Boşluğa düşüb. Bikarçılıq olub da. Məsələn, layihəm görmüşəm ki, sabit ki, gəlin bir dənə sertifikat alım. Məsələn, belə deyək də, Azure Software Architecture sertifikatı var. Gedin bir dənə alım. Heç nəyə lazım deyil, heç kimə də lazım deyil. İndiyə qədər mən işdə məsələn deməyiblər ki, sənin bu sertifikatın yoxdur, sənə bu layihəyə vermirik. Mütləq olmalıdır. Niyə yoxdur? Prosta məsələn şirkət deyir ki, get sertifikat al, mənim üçün plusdur. Sertifikat gedəndə sertifikatdan keçsən əgər imtahanın pulunu verəcəm. Məsələn normal, yəni şirkətlərin əksəriyyəti bu cür yanaşır. Mən sən pulu verəcəm məsələn. İndi gələ bir dənə sonuncu sualım var. Bunu adətən IT sahəsində müxtəlif ixtisasda olan adamlara sual verir. DevOps injiner üçün yaxşı proqramçı hansı proqramçıdır? DevOps injiner üçün Mən özüm üçün mən yenə də öz adımdan cavab verəcəm, amma mənim dediklərim yəni şey deyil, aksioma deyil. Mənə görə ümumiyyətlə yaxşı proqramçı alqoritm and data structure-ını bilən proqramçıdır. Yəni gündəlik iş üçün deyək. Gündəlik iş üçünsə mənim sevdiyim proqramçılar kimdir? Mənə yazmır, heç nə soruşmur. Yox. Kod style'a riayət edib oxuna bilən kod yazandır. Ki mən onun kodunu götürüb oxuyub başa düşürəm. Yəni belə deyə kastellərlə, zadla, anormal library-lərlə falan kod yazmır. Elə bir kod yazır ki, mən rahat deploy edirəm. DevOps tərəfdən oturub oxuyuram DevOps kimi, mən başa düşürəm. Yəni məsəl üçün istər Node.js-də olsun, istər mən indi axırıncı layihəm Node.js-də idi. Yəni həqiqətən elə yazmışdılar ki, yəni dəhşətli bir şeydir. Də mən zülm çəkdim o başa düşənə kimi. Yəni əslində bu biraz aydınlaşdıracağam üçün DevOps injiner, yəni o demək deyil ki, koddan xəbəri yoxdur da. Məsələn, sən ona bir layihə versən, deyirsən ki, mənim front-endim tutaq ki, Next.js-dədir. Bəli. Next.js-in də bir neçə cür build olub deploy olma versiyaları var. Yəni production based bir build-un var. Development environment-də run-ın başqadır. Sən production build edəndə o götürüb statik fayla çevirir, atır ora. Yəni DevOps engineer Next.js-in necə run olduğunu bilməlidir. O bilməlidir ki, hansı komandı mən deploydan sonra bu götürdüm, konteynerin içində götürdüm, gəldim repositoriyada. Mən indi buna nə etməliyəm? Və optimized bir pipeline yazmaq üçün bəli bilməlidir. Yəni o yazılan kod elə bir kod olmalıdır ki, DevOps engineer o koda baxıb ən azından startupını başa düşməlidir ki, startupda bu nə yazıb və mən bunu run eləməliyəm. DevOps engineer də onu run eləyir. Bəli. Developer yazan pipeline yazan bəli %100. IDE-də şeyə basır, play-ə basır, başlayır run olmağa proyekt. Amma DevOps engineer işi o deyil axı. Bəli. Amma cəhətdən yəni mən bilirəm DevOps engineer üçün proqramçı, yaxşı proqramçı odur ki, ən azından dərk eləyir ki, mən bunu deploy eləyəcəm və kimsə bu başqa adam da bunu başa düşməlidir. Cavid, çox sağ ol, təşəkkür edirəm sənə. Next time, yəni indi məsələn biz ümumi toxunduq. Amma gələn dəfə səndən Azərbaycana vaxt gəlsən bilmirəm. İnşallah. Ümid edirəm. Deyirəm tez-tez gəl, tez-tez gəlmə. Arada bir gəl. Nə vaxt gəlsən bir dəfə də oturub live o dediyim məsələni eləyərik. Yəni mən beynimdə qalıb hələ də. Çox şeylər istəyirdim eləmək. Bu günlərə əslində çox mövzular qaldı. İnşallah gələn dəfə biraz da praktiki şeylər göstərərik. Praktik eləmək istəyirəm ki, mən özümə də çox maraqlıdır ki, məsələn Docker, underline nə iş görür? Bəli. Mən konteyner yaradanda orada nə iş baş verir? Hyper-V nədir, nə məsələn? Bunları biraz technical daha mövzulara girərik. Çox sağ ol, təşəkkür edirəm. Sən sağ ol dəvətə görə, çox sağ ol, minnətdaram. Ümid edirəm dinləyicilərin də beynini yandırmadıq. Amin. Çox sağ olun. Sağ olun uşaqlar.